Salam dostlar, hər vaxtınız xeyirli olsun, gününüz uğurlu, bərəkətli olsun inşallah. Bu günləri bir hadisə oldu, istəyirəm ki, sizinlə paylaşım. Bu müəyyən qədər fərqindəliyimizi artırar. Deməli, bir taksidə oturdum, 1 manatlı taksilər, işə gəlirəm. Qabaqda oturan sərnişin bir ətir vurub özünə. Şoferin o ətirdən xoşu gəlmədi. Mədəni surətdə, xoşluqla dedi ki, qardaş, mən bu ətirə qarşı bir pis reaksiyam var. Olar ki, siz düşəsiniz. O da etiraz eləmədən düşdü. Sondan yol boyu söhbət edirik. Yol boyu söhbət edəndə deyir ki, mənim bu adın demirəm o ətirin. Deyir, mənim bu ətir haqqında, daha doğrusu bu ətirdən heç xoşum gəlmir. O ətiri eləyəndə, iyisi gələndə ürəyim bulanır. Mən ona dedim ki, sənin bu ətinə bağlı keçmişdə nələrsə yaşamısan. Çünki biz dostlar bilirik ki, davranışlarımızın altında bir sistem vardır. Sistem necə gəlir? Birinci düşüncədir, sonra duyğudur. Duyğu da davranışı gətirir. Yəni davranış exitdir, çıxış hissəsidir. Giriş hissəsi düşüncədən gəlir. Düşüncə özünlə bərabər bir duyğu gətirir. Daha doğrusu düşüncə, duyğu ikisi bir yerdə paket halında gəlir və o da davranış edir. Bütün davranışlarımızın altında düşüncələr yatır. Onu çözəndə davranış dəyişilir. Onu toxun, davranış istiqaməti dəyişəcək. Eləcə bu qardaşda da dedim ki, sən bununla bağlı keçmişdən müəyyən bir xatirlərim var. Qardaş biraz düşündü. Sonra dedi ki, belə bir şey yaşamışam əsgərliyi vaxtında. O duxu deyir, maşındaydı, həmin o duxudan. Məhz o duxu bunun maşındaydı. Amma çox da istifadə eləmirdim. Müharibə vaxtı idi. Cənazələrin yanına getməli idim. Bu duxudan özümə vurdum, getdim cənazələrin yanına. Yəqin ki, vurub ki, başqa bir izadımı tutmasın. Ancaq fikir verin, bu duxunu vurub gedib ora. Bir şərtlənmə yaradıb orada. Bu özündən asılı olmayaraq, fərqində olmadan bu duxu oraya şərtləndirilib. Və maraqlı odur ki, bu duxunu nə vaxt, bu ətri nə vaxt hiss eləyəndə özündən asılı olmadan, bədən axı bizim içimizdə bir dənə bizdən biri var axı, içindəki onunla əlaqələndirir və bu duxudan nifrət edir. Daha doğrusu ürəyi bulanır. Nifrət də yox, ürəyə bulanır. Mən ona deyəndə ki, bu müəyyən bir fərqindəlik orada yaşadı. Mən ona deyəndə ki, dedi, bəs buna necə onda həlləmək olar? Deyirəm, ona həlləmək olar. O vaxtı sən şuurlu şəkildə